Gəlin baxaq. 60 və 70. Dilçilər buradakı mış hissəsinin qeyri-müəyyən şəkilçi olduğunu deyir. Əslində isə buradakı mas hissəsi ısı kökündəki zat cəm şəkilçisidir və mən göstərirəm ki, o 10 rəqəmi ilə birləşərək sam sözünə çevrilmişdir. Sam sözü Çuvaş dilində larlər cəm şəkilçisi əvəzinə işlənir və eyni ilə ingilis dilində bir qədər bir neçə mənasında işlənir və sam sözünün tərs kombinasiyası mos olaraq çoxluğu, gücü ifadə etmişdir və bu mos hissəsi bizim qarşımıza 60 və 70-in sonundakı çoxluğu bildirən şəkilçi kimi qarşımıza çıxır. Lakin moş sözü rus dilində güc, qüvvət, İngilis dilində isə çoxluq bildirən sözə çevrilmişdir. Və biz eyni ilə sam hissəsinin 80 və 90 sözünün sonundakı şəkilçi kimi qarşımıza çıxdığını görürük. Əziz atalarımız 2-dən artığına az üst demişdi. Daha sonra 4-dən artığına az üst demişdi. Daha sonra isə 99-dan artığına az üst demişdi. Və türkülər az üst sözünün qarşısına yını gətirərək onu yüz sözünə çevirmişdi. Bu rus dilində uslu olaraq qarşımıza çıxır. Türkülər 10 kökünün saatı sağa keçən kökündən 1000 çoxluğu bildirən sözü konkret rəqəmə çevirərək 1000-ə çevirmişdisə, bu ingilis dilində meni, rus dilində mnoq olaraq çoxluq mənasına gəlir. Və elə bu səbəbdən də ruslar və ingilislər 1000 sözünü formalaşdırmaq üçün yeni bir qayda düşünməli idi. Və onlar üst, sto sözünün tərs kombinasiyasından tisic və tausend sözünü formalaşdırmışdı. Və burada göstərirəm ki, n səsində sağır n-nın yaranması, yəni n səsindən n-qının ayrılması ilə min, ming sözü bəzi türk dillərində, tutaq özbək dilində, Orta Asiya türklərində min mənasına gəlirsə, həmçinin əbədi, sonsuz mənasına gələn mənci sözünə çevrilmişdir. Və bu mənci sözü rus dilində mnoq olaraq deyilir. İndi bütün bu bağlantını bu günə kimi hansı dilçi görmüşdü, göstərə bilmişdi. Mən rəqəmlər haqqında ayrıca rubrika çəkmişəm, şəxs əvəzliyi ilə bağlı ayrıca rubrika çəkmişəm və bu səbəbdən də bu məsələnin daha geniş danışmağı mənasız hesab edirəm.